Salam, hər vaxtınız xeyir olsun. Mən Günələr Rəsulzadə. Bugün Azərbaycan dili bölməsindən ümumi sınaq üzrə bir neçə sualın izahını verəcəm. İzaha keçməzdən öncə qısa bir xatırlatma etmək istəyirəm. Əgər siz də bizim ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə, o zaman 050 573 9706 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm mən Günələr Rəsulzadə, həm də Rübabə İmanova tərəfindən keçirilir. İndi isə keçək sınağımızın izahına. Sual 1. Dostumu vağzala kimi yola saldıq cümləsində qoşmanın mənaca növünü müəyyən edin və bu cümlədə kimi qoşması çıxış edir və kimi qoşması həm adlıq, həm yəli, həm də yönlü halda çıxış edən sözləri qoşularaq müəyyən mənaçaları əmələ gətirir. Diqqət etsək, kimi qoşması yönlü halda işlənmiş sözə qoşulur və kimi qoşması yönlü halda işlənmiş sözlərə qoşularkən əsasən məsafə məzmunu əmələ gətirir. Variant olar D. İkinci sual, hansı variantda köməkçi nitq hissəsi yoxdur? Burada variant olar Y variantı. Çünki kitab, qələm, əlüzyon hər bir sözün özünün leksik mənası var. Biz də bilirik ki, köməkçi nitq hissələrinin heç birisinin leksik mənası olmur. Məsələn, diqqət edək, A variantında tək qoşmadır, amma bağlayıcıdır, tək sənin tək sözlərə qoşulan qoşmadır. Nəhayət, halbuki hər birisi köməkçi nitq hissəsidir. Digər sualımız, söz birləşməsinin yaranmasında ismin hansı şəkilçiləri fəal iştirak edir? Söz birləşməsinin yaranmasında əsasən ismi yəlik halı və mənsubiyyət şəkilçisi çıxış edir. Və diqqət etsək, burada variantımız olacaq D variantı. Dördüncü sual, səni nə qədər sevdiyimi bilirsənmi? Sual cümləsi nələrin köməyi ilə yaranıb? Əvvəlcədən qeyd edim ki, əsasən bizim sual cümlələrimiz 3 variantda yaranır. Yəni, birincisi sual əvəzliklərinin köməyi ilə, ikincisi sual ədatlarının köməyi ilə, üçüncüsü isə intonasiyanın köməyi ilə. Və qeyd edim ki, əsasən sual cümlələrində sual əvəzlikləri, sual ədatları çıxış etsə belə, etməsə də belə, hər zaman sual intonasiyası olur. Və gəlin diqqət edək. Səni nə qədər sevdiyimi bilirsənmi? Burada nə qədər sual əvəzliyidir, bilirsənmi? Mi sual ədatıdır. Və həmçinin bu cümlədə sual intonasiyası da var. Yəni, sualın intonasiyanın olduğunu başa düşürük və o səbəbdən olacaq sual əvəzliyi, sual ədatı və intonasiya variantı olar A variantı. Növbəti sualımız 5-ci. Qocalar bizim sevimlilərimizdir cümləsində mübtədanın ifadə vasitəsini göstərin. Bizim sevimlilərimizdir kim? Qocalar. Qocalar sözü mübtədanın ifadə vasitəsidir və nitq hissəsi olaraq təbii ki də sifətdir. O səbəbdən variant olar E variantı. Növbəti sual. Cümlələrin birində işarələnmiş sözlərdən biri numerativ söz deyil. Əsasən numerativ sözləri tapmaq istəyiriksə, bir say və digər bir ismin arasında daxil olan numerativ sözlərə baxacağıq. Diqqət etsək, eyni sxem ikinci cümlədə də qeyd olunubdur. Amma C variantında isə elə bir məqam yoxdur. Yəni, vaqon çox yüklənmişdir. Burada isim mövqeyində çıxış edib. O səbəbdən bu cümlədə numerativ söz yoxdur. Növbəti sualımız. Sözlərdən biri səhv yazılıb. Codlaşmaq doğrudur. Çiskinli doğrudur. Böyütkən doğrudur. Depozit sözü doğrudur. Akkumulyator sözündə isə akkumulyator deyə ifadə olunmalıydı. Yəni yazılmalıydı. O səbəbdən variant olar B variantı. Frazeoloji birləşmələrdən biri amonim ola bilər. Variant burada olar A variantı can vermək. Can vermək sözü iki məqamda çıxış edə bilir. Məsələn, deyirəm ki, xəstə yatağında can verirdi. Burada yəni ölüm mənasında, ölüm yatağındaydı mənasını ifadə edir. Digər tərəfdən isə məsələn deyirəm ki, su bitkilərə can verdi. Təbiət, yazın gəlişi bitkilərə can verdi, torpağa can verdi. Bu məqamda isə digər bir mənanı ifadə edir və o səbəbdən də can vermək birləşməsi, frazeoloji birləşməsi amonim kimi çıxış edir. 9-cu sual. Biri mürəkkəb cümlə deyil. Mən tez-tez sürətli oxuya, yaza və danışa bilirəm. Oxuya bilirəm, yaza bilirəm, danışa bilirəm. Bu işlərin hər birisini görən kimdir? Mən. Və diqqət etsək, həmcins xəbərlərdən ibarət olan mənim sadə bir cümləm var və bütün işləri görən mənəm. Və o səbəbdən mənim A variantım mürəkkəb yox, sadə bir cümlə olar. Və digər cümlələri gəlin diqqət edək. Hüseyin oxuyur, Tülay isə misalları yazırdı. Oxuyan kimdir? Hüseyin. Bir mübtəda, bir xəbəri, yəni hər xəbərin özünün ayrıca mübtədası varsa, o cür cümlələr mürəkkəb cümlə hesab edilir. Çox sual verdim. Sual verən kimdir? Mənəm. Deməli, mən varam, amma düzdür, mən əvəzliyi yoxdur cümlədə, mübtəda yoxdur. Amma cümləmin xəbərinin şəxs sonluğuna baxsam, im şəxs sonluğu qəbul edib, deməli, buradan belə anlaşılır ki,
Bu cümlənin mübtədası məndir. Cavab verən olmadı. Burada bir frazem var, şəxsiz cümlədir. Siz çox danışdınız. Danışan kimdir? Siz. Qulaq asan olmadı. Bu da frazemdir, şəxsiz cümlə yaradıbdır. İstədim, kim istəyib? Mən istəmişəm. Vermədilər. Kimlər verməyib? Onlar verməyib. Hər xəbərin özünün ayrıca mübtədasını bərpa edə bilirəmsə, bu tip cümlələr mürəkkəb cümlə hesab olunur. 10-cu sualımız. Mən bilmirəm ki, sənin istəyin nədir cümləsində sözlərin izahı ilə bağlı səhvi göstərin. Mən əvəzlikdə adlı haldadır, doğrudur. Nədir xəbərli şəkilçisi qəbul edib? Feildir. Fikir yanlışdır tamamilə o səbəbdən ki, nədir sözü xəbər mövqeyində çıxış edə bilər, amma bu o demək deyil ki, o nitq hissəsi olaraq feil kimi çıxış etsin. Nədir sözü? Əvəzlikdir. Yəni sual əvəzliyidir və xəbərli şəkilçisi qəbul edibdir. O səbəbdən variantımız olar bu variantı. Sənin yəli halda olan şəxs əvəzliyidir, fikir doğrudur. Bilmirəm inkar formasında işlənmiş feildir, doğrudur. 2 aydınlaşdırma bağlayıcısıdır, təbii ki də. İzahımız bu qədər. Əgər izah xoşunuza gəldisə, videonu bəyənməyi, şərh yazmağı unutmayın və kanalımıza da abunə olun. Hələlik.